Biz səhifəmizə məlumatlar əlavə eləyəndə və HTML elementlər əlavə eləyəndə H1 heading əlavə eləyirik. Deyək ki, p tag əlavə eləyirik. Lorem 8 olsun və daha bir p tag əlavə eləyirəm. Bunu daha uzun eləyək. Və fikir verirsinizsə, burada hər element əlavə eləyəndə təzə gələn köhnəsinin altından başlayır. Yəni yeni bir sətirdən başlayır. Tutaq ki, bura əlavə elədiyimiz paragraf birbaşa gəlib headingin arxasından yazılmağa davam eləmir. Ancaq başqa bir nümunəyə baxsaq, bura bir link əlavə eləsək, daha doğrusu A, link 1, bu olsun link 2, 3 və 4. Amma burada fikir versəz, linklər yanbayan gəlib düşür, bir-birinin altından yox. Bunun səbəbi inline və blok elementlər arasında olan fərqdir. Burada gördüyünüz elementlər blok elementlər adlanır. Blok element nə deməkdir? Bu elementlər uzunluğundan asılı olmayaraq olduğu sətri tamamilə tuturlar. Yəni başqa bir elementin öz yanlarına gəlməyinə icazə vermirlər. Amma inline elementlərdə isə bu belə deyil. Onlar sadəcə olaraq kontentin uzunluğu qədər hissəni tutur və yeni elementlər əlavə elədikdə onun yanına gəlməyinə icazə verir. Və mən A-dan sonra götürüb başqa bir blok element div əlavə eləsəm, burada text yazsam, div yenə yeni sətirdən başlayır. Çünki inline elementlər yanına gəlməyinə icazə versə belə, div özü blok olduğu üçün daimi olaraq həmişə təzə sətirdən başlayacaq. Bunu browserin developer tools hissəsində də baxa bilərik necə işləyir. Səhifəni refresh eləyirəm. Və burada fikir versəz, body'ni açıram. Mən gətirib kursoru p tagın üstünə gətirdikdə görürsünüz ki, p tagı bura kimi gəlməyinə baxmayaraq axıra kimi olan bütün hissəni tutur. Həmçinin bu da və həmçinin heading hissəsi də. Amma linkə gətirdikdə linkin hər biri belə bir kiçik bir hissəni tutur. Və qalan isə onlara aid deyil. Yəni biz 5-ci, 6-cı link əlavə eləsək, yenə də gəlib yanbayan düşəcəklər. Inline və blok elementlər nümunə kimi nə göstərə bilərik? Elementlərin bir çoxu blokdur, amma inline elementləri nümunə kimi biz göstərə bilərik elə A tagın özünü, image tagı, hansı ki şəkil əlavə eləmək üçün istifadə edirik. M, strong, E, B, daha sonra del, sub və başqa hansı element. Hələ ki bunlara baxaq və bir də span. Bunlar inline elementlərə nümunələrdir. Biz daha əvvəl baxdığımız nümunədə tutaq ki, biz bu sözü bold eləmək istəyirdik, yəni qalın yazılmağını istəyirdik. Strong yazanda səhifə fikir verirsinizsə, növbəti sətir yeni bir sətirdən başlamırdı. Burada bu P-dən sonra bu P-nin yeni bir sətirdən başladığı kimi. Çünki strong tagı bir inline elementdir. Yəni o bütün sətri tutmağı tələb eləmir ya da özündən sonra gələn elementin yeni sətirdən başlamağını tələb eləmir. O sadəcə olaraq olduğu qədər yeri tutur və qalan boş hissəyə digər elementlər gələ bilər. Amma biz bu strongu dəyişib P ilə əvəz eləsək, gördüyünüz kimi dollar hissəsi birbaşa yeni bir sətirdən başlayır və bizim mətnimizi iki ayrı hissələrə bölür. Bu həmçinin span üçün də belədir. Burada xüsusi olaraq işarələnmir, çünki spanın məqsədi mətnin yazma stilini dəyişmək yox, sadəcə olaraq o mətni seçməyimizdir ki, biz bu mətnə daha sonra bir dizayn verə bilərik. Deyək ki, style-la color blue şəkildə onun rəngini dəyişə bilərik. Və şəkillər də həmçinin biz səhifəyə neçə şəkil əlavə eləsək, onlar hər biri gəlib yanbayan düşəcəklər. Nümunə olaraq image, bizim burada bir at şəklimiz var. Və bunu çoxaltsaq, burada sadəcə olaraq yerləşmirlər deyə alt-alta düşürlər. Amma mən browserdə bunu açsam, görəcəksiniz ki, yana düzülür və yerləşmirsə artıq yeni sətirdən başlayır. Bu şəklində inline olması xüsusiyyətinə görədir.